Salam dostlar, axşamınız xeyir olsun. Bugün biz Bitcode'da sual işləmək, SQL tasklar işləmək göstərəcəm sizə. Əvvəlcə düşündüm ki, ilk videomuz Bitcode koda giriş etmək haqqında olsun. Bitcode'a giriş etmək üçün browserinizdə, yəni barış yerinə Bitcode, SQL, TOEFL yazmağa ehtiyac var. Yazıb Enter'e toxunduqdan sonra burada görəsiniz SQL 50, yəni 50 statik olan gələcək. Buna basacaqsınız. Aha, deməli bizim playlistimizdə buradakı 50 sualı izah edəcək. Əsas məqsəd bu sualları niyə izah edirəm? Deməli, mən uzun müddət əvvəl SQL yeni öyrənəndə, task işləyəndə bəzən suallarım çıxırdı. Yəni burada bəzi izlərdə olsa bəzən medium və hard suallar var. Yəni yeni öyrənən birinin həqiqətən rahatlıqla edə bilməyəcəyi suallar vardır. O sualların izahına baxmaq istəyirdim. Məsələn, YouTube-da axtarırdım, Google-da axtardım. Okey. Məsələn, ChatGPT-yə də ata bilərsiniz, o da olar. Və yaxud bəzi koddan avtomatik sorğuların cavabları vardır, baxa bilərsiniz. Amma bəzi çətin sorğularda artıq sən sorğuya baxaraq onu başa düşə bilmirsən. Hə, okey, sən onu oradan kopyaladın, göndərdin. Buradan testə gələcək ki, hə, keçsin, düz yazılır. Amma başa düşə bilmirsən. Ona görə də izah mütləqdir. İzahda kodun nə etdiyini izah edəcəyik. Yəni məsələn, where neynir, like neynir, group by nə edir və s. belə şeylər. Sən burada bəzi suallar var ki, bir neçə yolla həll olunur. Çətin sorğular var ki, ikili selektlər, yəni buna biz hesab veririk. Alt sorğular deyirik. CTI var. Ondan çox istifadə edəcək. Yəni bunun işləmə prinsiplərinin sorğudakı izahlarını verəcək. Yəni öyrəndiyim zamanlarda baxanda Azərbaycan dilində bir şey yox idi, türk dilində də yox idi. Ancaq ingilis istədim ki, hamımızın yaralı yerimiz ingilis dili, yəni ola bilər indi. Yesili bilənə rahatsızlıq tapa bilər, amma bilməyənlər üçün çətin olacaq. Buradakı sorğular ingilis dilində yazılırsa, mən onu sizə qısa yollarını izləyəcəm. Əvvəlcə direkt birinci suala məsələn göstərirəm. Burada ümumiyyətlə sual izah etməyəcəm bu videoda. Bu videoda ancaq Bitcode haqqında danışacaq. Gəlin də başlayacaq izah etməyə. Deməli, burada sualımızın nömrəsi yazılır. Burada niyə 1750 yazılır? Çünki burada çoxlu suallar vardır. Bu top 50 seçilmiş suallardır. Yəni bu intervyuya, müsahibəyə falan hazırlaşanlar üçün top 50 seçilmiş suallardır. Yəni burada 1757 yazılıb başqa sorular da. Bizə əvvəlcə bu SQL 50-ni işləyəcəyik. Sonra indi davam edəcək inşallah. Başqa suallardır. İstifadə edəcəyik. Aha, bir dənə sual haqqında məlumat verək. Baxın, burada sual haqqında məlumat verilir. Sualın sütunları, kolonun tipləri verilir. Bunlar verilir, nə olduğunu deyilir. Burada, bu hissədə bizə nə lazımdır? Yəni, sorğudan nə çıxartmalı, o yazılır. Və ən gözəl xüsusiyyət budur ki, burada baxın, cədvəlin özü də verilir, çıxış dəyərləri də verilir. Yəni, biz bunu çıxartmalıyıq. Burada 3 sütunlu cədvəldən 1 sütunun çıxacaq, product ID-ni və 1 ilə 3 çıxacaq. Yəni, dediyim odur ki, bəzən buna başa düşə bilmərsiniz. Bunu başa düşməsəz, buradakı sorğunun çıxışından da tapa bilərsiniz. Həmişə çıxışından tapa bilərikmi? Xeyr. Bəzən sualı da başa düşməliyik. Bundan da istəsək, tərcüməsindən istifadə edə bilərsiniz və s. Və yaxud burada burada çıxmadı. Translate düyməsi var. Basanda tərcüməsi eləməlidir. Yəni, baxın, görürsünüz, çıxdı həm az yağlı, həm də təkrar emal edilən məhsulların identifikasiyalarını tapmaq üçün həll yazın. Nə deyir? Həm az yağlı budur. Low fats. Həm də təkrar emal edilən də budur. Ya hər ikisi yes olandan tapı y. Baxsaq, görürsünüz 1, 3, y. Bunlar çıxır. Başa düşdünüz, yəni nə demək istəyirəm? Yəni, demək istəyirəm ki, buranı oxuyub da tapa bilərsiniz, bunu da tapa bilərsiniz, amma bunu həmişə baxıb tapmaq mümkün olmur. Bəzən çünki
müəyyən şərtlər olur. İki variantda qalırsan. Ona görə başa düşmürsən. Yəni mütləq bacarmırıqsa tərcüməsinə bu düymə translate düyməsinə basıb translate etməyə ehtiyac var. Videomuz bu qədər idi. Gəlin də sən inşallah bu sualları izah edəcəm və bundan sonraki bütün sualları tək-tək izah etməyə çalışacağam. Təşəkkürlər, sağ olun.